Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi məcburi köçkün məktəblilər arasında böyük qayıdışa həsr olunan Zəfər şahmat turniri keçirib. Açılış mərasimində dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konstitusiya və suverenlik ili çərçivəsində Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıda Məmmədiyarovlar Şahmat Məktəbində təşkil olunan turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib. Turnirin keçirilməsinə məqsəd məktəbli uşaqların fəallığa təşviq etmək, onların asudə vaxtını təşkil etməkdir. Turnirdə ərazisi işğaldan azad olmuş rayonların məktəblərində təhsil alan orta məktəb şagirdləri iştirak edirlər. Demək olar ki, burada iştirakın özü bir qələbə deməkdir. Çünki şahmat elə bir idman növüdür ki, orada beyin idman növüdür, intellektual səviyyəli adamlar üçün əbəs yerə deyilməyib ki, şahmat insan beyninin, şahmat taxtası insan beyninin jimnastika zalıdır. 7 turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib. Onlara diplom, turnirin bütün iştirakçılarına isə sertifikat təqdim olunub. Ümumiyyətlə, bu turnirdə təəssüratlarım çox yaxşı oldu. Yaxşı təcrübələr qazandığımı düşünürəm. Gələcəkdə də bu kimi turnirlərdə daha çox iştirak edib, daha böyük nailiyyətlərə addım atmaq istəyirəm. Turnir mənim üçün çox gözəl keçdi. Neçə vaxtdan sonra gözəl bir nailiyyət qazanmaq qəşəng idi. Bu yarışda mən 7 oyuna 6 qələbə qazandım və 1 məğlubiyyət və 3-cü yer tutdum. Ondan üçün çox sevinmişəm. Mən bir il ərzində 1-ci dərəcəni toplamışam və bu gün də çox yaxşı oynayıram. Gələcəkdə də daha böyük uğurlar, nailiyyətlər istəyirəm. Bugünkü şahmat turnirində 7 oyundan 7 xal qazandım. Turnirin qalibi oldum. Çox sevincliyəm. Gələcəkdə şahmatı yenə davam etdirib yüksək nailiyyətlər qazanmağı planlaşdırıram. Mən şahmatı başlayarkən mən qrossmeyster, dünya çempionu olmaq istəmişəm. Şahmat çox maraqlıdır və mən oynayanda hamını udmuşam. 6 yaşımdan şahmata başlamışam. Şahmat oyunu intellektual və başla oynandığı oyun üçün mənim çox xoşuma gəlir və mən buna görə də şahmatda seçmişəm, şahmat idman növünü seçmişəm və oynayıram. Beynəlxalq Grossmeister Məmmədiyarovlar Şahmat Məktəbinin rəhbəri Zeynəb Məmmədiyarova qaliblərə ustad dərsi keçib. Ən güclü seçilən uşaqlarla da işğaldan azad olunan rayonlarda bir proqram təşkil olunacaq. Yəni şahmatla əlaqədar bizim səfərimiz olacaq bu qalib uşaqlarla birlikdə işğaldan azad olan rayonlara. Turnirin sonunda qaliblərdən biri ilə Zəngilan rayonunun Ağalı kənd məktəbinin şagirdi arasında onlayn formatda şahmat yarışı təşkil olunub.